Azərbaycan türkçülük məfkurəsi və Məhəmməd Əmin Rəsulzadə mövzusu bizim öyrənəcəyimiz və öyrənməli olduğumuz çox mühüm məsələlərdən biridir. Doğrudur, türkçülük məfkurəsi və anlayışı ümumiliyi ifadə edir. Ancaq bununla yanaşı, türkçülüklə yanaşı, onun ayrı-ayrı budaqları olan, ayrı-ayrı qolları olan Azərbaycan türkçülüyü, Türkiyə türkçülüyü, Türkistan və digər türkçülük anlayışları da vardır. Bu da coğrafiyalardan və bölgələrdən asılıdır. Əlbəttə, bizi burada maraqlandıran ilk növbədə niyə görə məhz Azərbaycan və türkçülüyün mənası və mahiyyəti önəmlidir? Əslində, Azərbaycan türkçülüyü anlayışının və ümumiyyətlə türkçülük məsələsinin yenidən ortaya çıxışı keçmişdəki və əski türkçülüyün davamı kimi başa düşülməlidir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ümmətçilikdən türkçülüyə yeni bir dönəm başladı, yeni bir mərhələ başladı. Bunun da səbəbi bəlli idi. Yəni, uzun müddət Azərbaycan türkləri də İslamçılıq adı altında ümmətçiliyin tərkib hissəsi kimi bir müddət türklükdən uzaqlaşmağa başladılar. Əlbəttə ki, burada məzhəblərin də rol oldu, digər məsələlərin də rol oldu. Şübhəsiz ki, Azərbaycan türklüyünə, məsələn, Türkiyə türkçülüyü arasında çox yazıqlar olsun ki, biraz da bu sünni və şiə məsələlərinin ortaya çıxması da oldu. Biz bunu 19-cu əsrə qədər, ən az 19-cu əsrin ortalarına qədər izləyirik. Və 19-cu əsrin ortalarından başlayaraq bizim Azərbaycanda, mən burada Azərbaycan deyərkən də təkcə Şimal Azərbaycanı deyil, ümumiyyətlə bütün Azərbaycanı nəzərdə tutan yenidən bir dönüş yarandı. Türkçülüyə yenidən bir dönüş yarandı. Və ilkin mərhələdə sanki bu ümmətçiliklə türkçülüyün arasında oxşarlıqlar, ziddiyyətlərin olması da meydana çıxdı. Bu da təbii bir prosesdir. Nədən belə oldu? Çünki biz artıq türkçülüyə dönüşü 5 əsr, 10 əsr bundan öncəki kimi dönüş kimi deyil. Çünki burada artıq bir Qərbin, Avropanın da təsiri olduğuna görə biz artıq türkçülüyümüzə dönüşü daha çox Qərbin düşüncəsində, Qərb təfəkkürünə yanaşdıq. Artıq bizim düşüncəmizdə bir Fransız milliyyətçiliyi, İngilis milliyyətçiliyi formalaşdırdığına görə çox yazıqlar olsun ki, bu anlamda türkçülüklə İslamlıq məsələsində də bu Qərb milliyyətçiliyi ilə, Qərb dəyərlərinə yanaşdığımıza görə ziddiyyətlər ortaya çıxdı. Və hələ də bu özünü qüvvədə saxlayır. Yəni, 10-15 əsr deyək ki, Bilgə Xaqanın türkçülüyə dönüşünlə, çünki onda İslam yox idi. Ancaq sonraki dönəmdə İslamı qəbul etmiş xeyli bir hissəsi türklərin İslam və türklük arasında müəyyən ziddiyyətlərin ortaya çıxması və burada da dediyimiz kimi Avropa dəyərlərinin şuurumuza yerməsi, xüsusən də bilirsiniz ki, Mirzə Fətəli Axundzadədən başlayaraq bizdə bu qərbin dəyərləri daha çox ortaya çıxmaya başladı. Yəni, burada əsas məsələ şübhəsiz ki, Azərbaycan türkçülüyünün ümmətçilikdən və İslamlıqdan fərqlənməsi bu İslama və İslam dininə zidd deyildir. Ancaq şübhəsiz ki, burada qərb ideyaları ortaya girdiyinə görə bunu bu cür gözləməyə başladı və bu günün özündə də bu cür ideyalar qalmağa başladı. Əli bəy Hüseynzadə bizcə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində bu məsələdə iki xətt özünü göstərməyə başladı. Əli bəy Hüseynzadə belə bir xətt ürəyə sürdü. Əli bəy Hüseynzadə də anlayırdı ki, bir də Əfqanidə də vardı bu. Ancaq Əli bəy Hüseynzadə bunu belə bir formül etməyə başladı. Xüsusən də Füyüzat jurnalında yazmağa başladı ki, İslam imanlı, zaten yazırdı, ancaq biraz onu formülə etdi. Yəni, İslam imanlı, Avropa qiyafəli və türk qanlı. Və burada da sonradan bildiyiniz kimi o belə bir düstur onun əsasında çıxdı ki, yəni İslamlaşmaq, türkləşmək və Avropalaşmaq. Əslində burada məşmək, türkləşmək sözləri də doğru deyildir. Yəni türkləşə bilməz, müsəlman müsəlmanlaşa bilməz. Zaten bu cür yanlış təfsirlər çox yazılar olsun ki, şuurları çox dolaşdırdı. Əhməd Bəyəqoğlu da onun içərisindən çıxa bilmədi, gəl Avropaya meyil etdi, gəl əvvəl daha doğrusu Əhməd Bəyəqoğlu İslamlaşmağa meyil etdi, İslam millətçiliyi dedi, sonradan qərbə meyil etdi, sonradan müəyyən mənada İslamı etiv etdi. Yəni, bir sözün bu ziddiyyətlər Əli bəy Hüseynzadə, Əhməd Bəyəqoğlu və Məhəmməd Əmin Rəsulzadə də biz bunu izləməyə başlayırıq. İsmail bəy Xatibzadə biraz fərqli düşünmüşdür. O nə deyirdi? O türklüyün parçalanmasını daha yaxından sezdiyi üçün o deyirdi. Dildə, işdə və deyək ki, əməldə birlik, fikirdə birlik ideyasını ortaya
Bu müəyyən mənada yaxınlıq görünə bilər. İsmail bəy Kasparovun düşüncələri türkçülüyü daha çox özündə əks etdirirdi. Deyək ki, mən belə qənaətə gəlirəm. Nəinki Əli bəy Hüseynzadənin türkləşmə, İslamlaşma, Avropalaşma. Gördüyünüz kimi, burada türk İsmail bəy Kasparovun dediyində ancaq türkdə, yəni türk dilində birlikdən gedir, türk fikrində birlikdən gedir və türkün əməlində birlikdən gedir. Ancaq Əli bəy Hüseynzadənin tezisində isə İslamla türklüyün bütövləşməsinə və Avropalaşmaqla, qərbləşməklə, yəni bu, necə deyərlər, türklüyü ifadə edir. Bu da heç də olduğu qədər də asan deyildi. Düzdür, belə götürəndə Əli bəy Hüseynzadənin ideyası, Kasparovun ideyasına baxanda daha çox geniş yayıldı. Və bir gerçəyi də qəbul etməliyik ki, məhz Məhəmməd Əmin Rəsulzadə də Əli bəy Hüseynzadənin tezisini qəbul etdi və deyək ki, Ziya Gökalp da Anadolu Türkiyəsində məhz Əli bəy Hüseynzadənin tezisini qəbul etdi. Əlbəttə, biz bugündən baxanda deyə bilmərik ki, kim daha doğru, kim yanlış idi. Ancaq biz bir şey dəqiq bilməliyik ki, məhz Azərbaycan Türkçülüyü, bugünkü Azərbaycan bayrağında olduğu kimi gördüyümüz kimi bizim düsturumuz nə oldu yəni? Biz Əli bəy Hüseynzadənin nəzəriyyəsini və Məhəmməd Əmin Rəsulzadənin isə onun məhz birmənalı şəkildə təkidi nəticəsində Azərbaycanın əvvəlcə o qırmızı rəngli və 8 güşə ayparalı ulduzun əvvəldə 3 rəngli bayrağı qəbul etdi. Deməli, Məhəmməd Əmin Rəsulzadə də gördüyümüz kimi o iki tezisdən, yəni Kasparovun tezisindən Hüseynzadənin tezisi arasında məhz Hüseynzadənin tezisini keçirir. İndi ki, biz bugün baxanda deyirik, ya, biz niyə görə onu qəbul etdik? Deyirik ki, müsəlman ona görə qəbul etdik. Avropalaşmağı, qərbləşməyi niyə qəbul etdik? Biz yeni mədəniyyətə sahib olmaq istəyirik. Bunun ikisində də mənə elə gəlir ki, biraz ehtiyatlı olmaq lazımdır. Doğrudur. Əli bəy Hüseynzadə də o incəliyə bilirdi. Başa düşürdü ki, İslamlıqla türklük 13-14 əsr ərzində o qədər bir-birinə qaynayıb qarşı, göz əlimlərdən Azərbaycan türklərindən söhbət edirsə. Yəni, bunları ətlə dırnaq kimi olur. Yəni, bunları bir-birindən ayırmaq, yəni, çox çətindir. Birinə soruşursan, indinin özündə biraz fərqli şeylər ola bilər. O zaman birinə soruşursan, kimsin? Deyir, müsəlmanım. Deyirsən ki, axı, müsəlman sənin dini kimliyindir. Məhəmməd Əmin Rəsulzadə bunu məqalələrdə tez-tez yazırdı. Deyir, Hacı Bəyli də yazırdı bunu və digərləri də yazırdı. Yəni, bu, indinin özündə nə qədər çətindir, o dövrdə daha çox çətinlikdir. Yəni, gördüyümüz kimi, Məhəmməd Əmin Rəsulzadə məhz Əli bəy Hüseynzadənin tezisini qəbul etdi. Yəni, o türkçülüyü, İslamlıq və deyək ki, yeni mədəniyyət anlayışında qərbləşməyə qəbul etdi. Və Məhəmməd Əmin Rəsulzadə də əslində sonralar anlamağa başladı ki, əslində ümumi türkçülük anlamında böyük bir Turan imperiyası qurmaq, zaten Əli bəy Hüseynzadə daha çox buna kökləmişdir. Əslində Əli bəy Hüseynzadə türklük, İslamlıq və qərbləşmək deyəndə daha çox o ümumi bir türk birliyinə əsaslanırdı. Ancaq Əli bəy Hüseynzadə düşünürsünüz ki, mərkəzdə o zaman Osmanlı imperiyası daha azdan çoxdan daha izli olduğuna görə İstanbul'u görüldü və bilirsiniz ki, hətta İstanbul ləhcəsində yazırdı. Ancaq Məhəmməd Əmin Rəsulzadə ondan fərqli idi. Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, bütün türk bölgələrinin hamısı İstanbul'a bağlamaq mümkün olmadığına görə o coğrafyalarda və mühitlərdən asılı olaraq türkçülüyü inkişaf etdirmək lazımdır. Və hər bir yerdə də türkçülüyü və müsəlmanlığı və o yeni mədəniyyəti mənimsəməyi də ancaq dövrün şərtlərinə və coğrafiyaya mühitə görə etmək lazımdır. Yoxsa sən İstanbul'u bağlamaqla ya da Kazana bağlamaqla bu dövr üçün o qədər də gerçəkli deyildi. Zaten bildiyiniz kimi Əli bəy Hüseynzadənin ideyasının nəticəsində də Ənvər Paşalar məsəl böyük bir Turan Türk birliyi və Turan ideyasını. Ancaq bu gördüyümüz kimi o dövrdə də reallaşmadı və əlbəttə ki, Əli bəy Hüseynzadənin istəyi, necə deyərlər, daha gözəl ola bilər, möhtəşəm ola bilər. Ancaq reallıq məhz Məhəmməd Əmin Rəsulzadənin dəstəklədiyi və ona təkan verdiyi məhz Azərbaycan türkçülüyü ideyası idi. Məhəmməd Əmin Rəsulzadə, indi biz, burada bir incə məsələ də var. Biz niyə görə türkçülüyü deyəndə Azərbaycan türkçülüyü, Türkiyə, nə bilim, Qazaxıstan türkçülüyü və s. ifadələ işlədik. Əslində bizim üçün bizi daha çox maraqlandıran Azərbaycan olduğuna görə mən onun üzərində dayanmaq istəyirəm. Niyə görə dövlətimizin adı 1918-ci ildə Azərbaycan adlandı? Məsəl üçün Oğuzistan adlanmadı, Xəzəristan adlanmadı və başqa bir adı olmadı. Bəziləri indi hesab edirlər ki, və daha doğrusu bu gün indi bir çoxlarımız yazanda, çox yazıqlar olsun ki, bu da biraz Sovet dövrünün və Çar Rusiyasından, Sovet dövrünə və Avropanın ənənəsidir ki, biz daha çox Azərbaycan sözünün üzərində dayanırıq, onun etimologiyası, nə bilim, bunun nədir, nə deyildir əslində burada. Bu dövlətə Azərbaycan adının verilməsi əslində bizim bugünkü qədərimizi və gələcəyimizi də müəyyən
mənada öz təsirini göstərmişdir. Məhəmməd Əmin Rəsulzadə bir çoxlarının, yəni o zaman buna etiraz edirlər. Yeri gəlmişəm, mən sizə deyim ki, bunu bilənlər də bilir, o dövrdə Azərbaycan adının yeni cumhuriyyətə, yəni söhbət Türk Cumhuriyyətə verilməsində türkçülərin böyük əksəriyyəti ona etiraz edirlər. Deyirlər, niyə görə ermənilər Ermənistan adını qəbul etdiyi halda, Gürcülər Gürcistan adını qəbul etdiyi halda, biz türkçülər Azərbaycan adını qəbul etməliyik. Çünki Azərbaycan, yəni ad olaraq türkçülüyü ifadə etmir. Əslində bu gün də eyni şeylər gördüyümüz kimi biz yaşayırıq və bu Azərbaycan adı altında bilirsiniz ki, hətta Sovet dönemində başlayaraq birimizin adı da Azərbaycan dili adlanması və Azərbaycanlı termininin təkcə dövlət kimliyindən sonra bunun bir etnik kimliyə çevrilməsi prosesi başladığına görə bu çox incə bir məsələdir. Və yəqin ki, Məhəmməd Əmin Rəsulzadə, xüsusilə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan adını israr etməkdə və ona qədər bu dövlətə Azərbaycan adı verilənə qədər, yəni 1918-ci ilin may ayına qədər bir neçə məqalə yazdı ki, nədən biz Azərbaycan üzərində dayanır? Hələ 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, bəzi müəlliflər yazırlar ki, Qafqaz Azərbaycanlısı var, Qafqaz türkü var daha doğrusu deyirdi. Deyir, Qafqazdakılar deyirlər, biz Qafqaz türküyük. Güney Azərbaycandakilar da deyir, yazıqlar olsun, İran adı geniş yayılmışdır, dövlətin adı olmasa da, o sonraki prosesdir, məlum olduğu kimi 35-ci ildə rəsmi İran adı olmuşdur. Ancaq, yəni Rəsulzadə deyir ki, oradakı deyir ki, İran türküyəm, buradakı deyir Qafqaz türküyəm. Məhəmməd Əmin Rəsulzadə 1915-ci il məqaləsində deyirdi, yaxşı olmazmı deyək ki, biz deyir Azərbaycan türküyük, yaxşı olmazmı biz deyək ki, Azərbaycanlıyıq. Yəni iki ayrı-ayrı Qafqaz türkü olmaqdansa, İran türkü adlanmaqdansa, Təbrizli, Xoylu, Şəkili, Şirvanlı, Gəncəli, Azərbaycan türkülərini heç bir şey ayırmır, yəni. Adət, ənənə, ədəbiyyat və s. Yəni demək istəyən odur ki, şübhəsiz ki, Rəsulzadəyə qədər də Azərbaycan anlayışını ortaya atanlar olmuşdur. Bunu deyək ki, bilərəkdən və ya bilməyərək. Biz bunu da bilirik. Biz bilirik ki, yəni Kəşkül qəzetində də deyək ki, Məhəmməd Ağa Şahtaxtlı da bəzi işlər, yəni bu Azərbaycan anlayışını ortaya gətirməsi üçün müəyyən fikirlər yaratılmışdır. Ancaq onu bunu ciddi şəkildə əsaslandıra bilmirlər. Mənim fikrimcə, məhz Kəşkül qəzetində də müəyyən istəklər olsa da, yaxud da Şahtaxtlının müəyyən istəkləri olsa da, onların əsaslandıra bilməməsinin səbəbi, onlar o məsələdə ya kənari təsirlərin şəraiti altında bunu irəlidir. Mən belə qənaətə gəlmişəm. Yaxud da ki, onlar bunu deyək ki, səhvi formada edir. Ancaq Rəsulzadə bunu məntiqli şəkildə deyirdi ki, biz Qafqaz türkündən İran türkü demək əvəzinə Azərbaycan türkü deməkdir. Yəni demək istəyirəm ki, sonralar Rəsulzadənin 1918-ci ilin fevralında, martında yazdığı məqalələrdə də, o zaman yazdığı məqalələrdə də Azərbaycan adı üzərində israrla dayanırdı. Çünki niyə görə? O zaman Qacarlar dövlətinin başında bilirsiniz ki, Əhməd Şah Qacar dayandı. Ancaq Əhməd Şah Qacar formal xarakter daşıdığına görə şahlar artıq demək olar ki, Qacarlar dövləti böyük, deyək ki, böyük faizlə İngilislərin və biraz da Rusların təsiri altında olan farsların idarəçiliyinə çevrilmişdir. Onlar da etiraz edirdilər ki, bu Azərbaycan adını bizim mənimsəməkdir. Onlar deyirlər ki, Azərbaycan deyək ki, Arazdan aşağı hissəsi ola bilər, yəni cənub hissəsi ola bilər. Rəsulzadə o məqalələrində o zaman bir Növbahar qəzeti var idi, o İran, Tehranda çıxırdı daha doğrusu deyək ki, onlar buna etiraz edirdi, Məvşüara və başqalar. Yəni nə demişəm? Bizim üçün Azərbaycan və türklük anlamının ortaya çıxması və dövlətimizin adının Azərbaycan adını verilməsi Rəsulzadə hələ Cümhuriyyətimiz qurulana qədər əsaslandırmağa çalışırdı ki, niyə biz Azərbaycan üzərində? Bunu Rəsulzadənin işi biraz çox çətin idi. Bunu bir yandan türkçülərə başa salmaq lazım idi, bir yandan Qacarlardakilərə başa salmaq lazım idi, bir yandan sosialistlərə, yəni o zaman Azərbaycan anlayışları oturmamış. Yəni Rəsulzadənin sonralar Azərbaycan Cümhuriyyəti əsərində yazdığı kimi, deyil, Rəsulzadə 1918-ci ilin deməli dekabrında parlamentin ikinci toplantısında çıxışında deyirdi. Biz dünənə qədər Azərbaycan ideyasını irəli sürəndə bizi sağdan da vururlar, soldan da vururlar. Sağdakılar iddiaçıları nəzərdə deyir, sağdakılar deyirlər ki, bizi İslam birliyi ilə ayırırsınız. Soldakılar deyir, bizi Böyük Rusiyadan ayırırsınız. Yəni ancaq deyir, şükürlər olsun ki, bugün menşeviklər də, bolşeviklər də, iddiaçılar da, nə bilim, müsavatçılar da və s. Yəni o dövrün bütün qrupları artıq bir Azərbaycan ideyasını qəbul etmək istəyir. Yəni demək istədiyimiz budur ki, Rəsulzadənin böyük və önəmli məsələlərindən biri şübhəsiz ki, bugün bir mənalı qarşılanmasına baxmayaraq Azərbaycan ideyasının seçilməsində bir neçə mühüm məqamı mən sizə qeyd etmək istəyirəm ki, və bizim bugünkü Azərbaycan Respublikasının varlığı inşallah gələcəkdə qurulacaq və mənim buna zərrə qədər də şübhə edirəm, daha böyük bir Azərbaycan olmasının tez istəyini, mahiyyətini biz yaxşı mənimsəməliyik. O zaman
bu ölkəyə Rəsulzadənin və onun silahdaşlarının Azərbaycan adının verilməsində ən önemli bir məsələ vardır. Əgər o zaman devlətimizin adı Azərbaycan deyil, Xəzəristan, Oğuzistan, yəni o adlar təklif edildi, ona görə deyək. Əgər olsaydı, bugün biz Anadolu türklərlə qardaş deyib, ancaq o Anadolu türküdür, biz Azərbaycan türküyü dediyimiz kimi, biz o zaman da Təbriz türkündən Gəncə türküyə eyni olmayacaqdı. Onda deyəcəkdik ki, əgər devlətimizin adı o zaman Oğuzistan olsaydı, biz deyəcəyik Oğuz türküyü, o da deyəcəkdik biz Azərbaycan türküyü, siz ayrı, biz ayrı. Yəni, demək istədiyim odur ki, bu vaxtı ilə 1828-ci ildə Çar Rusiyasından Qacarların məcbur olaraq uduzduğu müharibədə və Türkmənçay müqaviləsində torpağımızın və xalqımızın bir hissəsinin digər hissəsindən ayrı qalmasını, yəni onu çox önemli şəkildə Azərbaycan üzərində dayanmasının ən ciddi səbəbi məhz o bugünkü bütövlüyümüzü, bugün 40 milyon deyil ya, 50 milyon deyil, olsun, 35 milyon olsun. Yəni o Azərbaycan adının verilməsi bizi Cənubi Azərbaycandan və Şimal Azərbaycandan yenə də eyni deyək ki, bütövlüyümüzü qorumaq üçün Azərbaycan adı çox mühüm oldu. Şübhəsiz ki, yəni vaxtımız azalır məncə. Ona görə də sadəcə bunu demək istəyirəm. Rəsulzadənin bir fikir də vardı. Qafqaz Cümhuriyyəti əsərində sonralar Qafqaz türkləri daha doğrusu əsərində yazırdı ki, deyir ki, Azərbaycan və türklük bir-birinin sinonimidir. Mən də o cürə qəbul edirəm. Türklüyü və Azərbaycanı bir-birindən ayırmaq düzdür, mümkün deyilir, düzdür. Əlbəttə ki, Azərbaycan, istər Şimal Azərbaycanda, istərsə Cənubi Azərbaycanda Azərbaycan türklərinə yanaşı digər asali etnik türklər də yaşayır. Ancaq Rəsulzadə də, Mirzə Bala Məmmədzadə də onların elə böyüklüyü oydu ki, biz Azərbaycan türkləri bu coğrafiyada, bütün Azərbaycan adı daşıyan coğrafiyadan söhbət edir. Əsas üstünlüyü təşkil etsə də bir ulus olaraq millət olur. Ancaq eyni zamanda Azərbaycanımız hamını birləşdirir. Yəni türkü də, türk olmayanlar da bizim üstünlüyümüz və böyüklüyümüz ondan ibarətdir ki, bir Təbrizli, bir Xoylu, Maqlu, Lənkərandakı, Şəki, Şirvan, Qərbən, Borçalı fərq etmədən bir türklüklə yanaşı, bir Azərbaycan kimliyini, bir tarışlıqla yanaşı, bir ləzgi olmaqla yanaşı, bir Azərbaycan kimliyini də mənzil və dərk edirsə, bu bizim dövlətimizin gələcəkdə böyüməsi üçün çox ciddi amillərdir və inşallah biz ümid edirik ki, bu vətənimizdə verilmiş Azərbaycan adı bizim böyüklüyümüzü geci-tezi yenidən bərpa edəcək, yəni daha da böyük bir olacaq və 1828-də itirdiyimiz vətənimiz və millətimizin hissələrini bir gün birləşdirəcəyik. Təşəkkür edirəm, sağ olun. Sizə təşəkkür edirik. Çalışınıza görə bu doğrudan da bu çıxış o qədər sual və mübahisələr də ola bilərmi? Bu mövzu elədir ki, ona ayrıca bir simpoziumda nəzr etmək olar. Ona görə sizi, vaxtımız keçsə də sözünüzü kəsmədim çünki hamıya maraqlıdır. Kimsə sualı var bəlkə? Mənim çox gözəl qeyd elədi ki, Cənubi Qafqazda dövrdə Azərbaycan Cümhuriyyətinin yaradılması Rəsulzadələrin ideyası və rəhbərliyi ilə həyata keçdi. Amma o dövrün Qacar hakimiyyəti, İran hakimiyyəti xalqı Azərbaycan adının Cənubi Qafqaza verilməsinə etiraz edir, sizin də qeyd etdiyiniz kimi. Əgər bizim indi Cənubi Azərbaycanlarının qırmız İran Azərbaycanında Türklük və Azərbaycancılıq şüuru o dövrdə də güclü idisə, nəyə görə Xiyabaninin yaratdığı Cumhuriyyət Azərbaycan Cumhuriyyəti yox, Azərbaycan Cumhuriyyəti adlı. Yəni burada hər hansı bir etiraz var mıydı Cənubi Qafqazın Azərbaycan adlanması? Birincisi, mən İran-Azərbaycan anlaşına tamamilə etiraz edirəm. Heç vaxt tarixən İran-Azərbaycan olmuyor. Olubsa Azərbaycan olub, o İran-Azərbaycanında sonraki dövrün ideolojiləşdirmə, yəni ideoloji şəklə salınmış bir hal. Yazıqlar olsun, yəni artıq bunu bildirlər. Bu birinci məsələ. İkincisi məsələ isə uç qaldı Azadistan adı və Xiyabani hərəkatına. Yəni onların bir neçə amillə izah edirlər. Xüsusən də bizim Azərbaycan adı artıq bir dövlət vardı. Ona görə də mümkün deyil ki, tarixə ikinci bir Azərbaycan adı. Zaten indikilər də o problemi yaşayırlar ki, yəni dünyada necə bir ülkədə qəbul etdirəsə bir Azərbaycan adı dövlət var və ikinci adlı Azərbaycan dövləti olsun. Ona görə də Azadistan adının ortaya çıxması daha çox o şeydən irəli. Yəni bir Azərbaycan adının dövlətin olmasına irəli gəldi. Biz o ikinci səbəbdə deyirlər ki, zaten Xiyabani istəyirdi ki, bütün Qacarlar, necə deyərlər, azadlar ölkəsinə çevrilsin. Hardasa bu da məntiqə uyğundur. Ancaq yenə deyirəm, burada önəmli olan məsələ odur ki, biz artıq hüquqlarımızı, haqlarımızı əgər BMT-nin, nə bilim, hansı insan hüquqlarına görə birləşdirəcəksə, o mümkün deyil. Biz torpaqlarımızı və vətənimizin bir olması üçün öncə öz şuurumuza və ruhumuzda yavaş-yavaş o toxumları səpəcəyik. İnşallah ondan sonra məmləkətimizin yəni birləşməsi günü də görəcəyik. Teşekkür ederim.
Benim de bir balaca sualım var. Siz dediniz bizim bayrağımızın bakım üç rəmzləri olan İslamlaşma, Türkləşmə və Avropalaşma. Bunu Avropalaşma kimi qəbul edilir və ya müasirləşmə. Doğru. İndi çok güzel, teşekkür ederim. Mesela problemlerden biri de budur. Yazılar olsun ki doğru dediğiniz gibi o zaman daha çok bu medeniyetleşme ve yeni muasır medeniyet etmek daha çok garipleşmek ve Avropalaşmak anlamında ifade olurdu ve sonradan da bizim bayrağımızın renklerinden biri müəyyən tefekkürümüzde ve düşüncemizde yanlışlıklara yol açtı. Aslında kırmızı rengin qərb mədəniyyətinin belə götürdüğü hiçbir aidiyeti yoktu. Ancaq o zamanında gücünde olduğu kimi qərb mədəniyyəti bir ileri bir medeniyet, gelişmiş, inkişaf etmiş bir medeniyet olduğu için bizim şuurumuzda yanlış olarak kırmızı rengin o anlamda ifade edilir. Halbuki o dövrde de o yenileşmenin bir rengidir. Aslında mahiyet itibariyle o bir yenileşmenin rengidir. Həmişə çağdaş olmanın rengidir. Eğer həmişə çağdaşlıktan ve həmişə yenileşmeden gelirse, elbette zaman zaman biz asimilasiyalar, problemlerimiz olur. Ancak çağdaşlıklar, yani yenileşmeden ve çağdaşlaşmadan gelirse, elbette benim düşüncem budur ki, Türk milleti bütün hallarda o çağdaşlığı ve yeniliğin ifade etmiştir. Çin'de de Çinleşmede de özünü itirə bilərdi müəyyən mənada. Nə bilim, İranlaşma dövründə də itirə bilərdi. İndi qəribləşmə dövründə də müəyyən mənada itirə. Ancaq o yeniləşmək və çağdaşlaşmaq anlamında bizim bayrağımızın əsas simgəsi odur və biz bu yanlışlıqla inşallah dediyiniz kimi inşallah yavaş-yavaş aradan qaldırırız. Çok sağ olun. Sualınız yoksa geçelim sizin güzelliğinizle. Növbəti çıxış üçün söz verilir Səranə Şirvanlıbaya, Azərbaycan